Sakit müəllim, necə düşünürsüz? Sahibkarların böyüməsi üçün ilkin təməl olaraq nə lazımdır? Mən bunu bir çox yerdə demişəm. Sahibkarlıqda biz çox belə elmlə danışa bilərik, elmi kəlmələr istifadə edə bilərik. Amma mənim fikrimcə ən uğurlu ola biləcək sahibkarların iki şeyə diqqət eləməlidirlər. Bir tasarruf, bir də təqib. Təqib 3 qat olmalıdır. Xərci minimizə eləməkdə də 3 qat olmalıdır. Əgər bir sahibkar, əsasən də bu xanımlar tasarruf nöqtəsində diqqət eləmələrində fayda var. Yəni şoya girməsələr, abartıya girməsələr, göstərişə girməsələr, özlərini olduğundan daha çox göstərməyə çalışmasalar, bir də verilən işi təqib etmə bacarığı olsalar, çox şey bilmələrinə ehtiyac yoxdur. Təqib bacarığı olan, gördüyü işi izləyə bilən, müştəridən gələn feedbacki və ya məlumatı və ya istəyi zamanında geri dönə bilən kim varsa, yenilik, innovasiya, yeni fikirlər, bəzi elmi cümlələr, bunlara belə ehtiyac yoxdur. Mən deyirəm ki, bir şirkətdə 9 dənə T qaydası var, onun 6-sı 3 qat tasarruf, 3 qat təqibdir. Təqib etmə bacarığı olan və xərci minimizə eləyə bilmə bacarığı olan uğurlu olacaq. Bu o demək deyil ki, insan cimri olmalıdır. İşini qorumalıdır və işini qoruduğu zaman da işini təqib eləməlidir. Vəssalam.